Azərbaycanda kimlər ödənişli hərbi xidmətdən yararlana bilər və yaxud da alternativ hərbi xidmətdən keçə bilər? Hərbi ekspert Ədalət Verdiyevə bu mövzu ilə bağlı sualları ünvanlayacağım. Ədalət müəllim, hal-hazırda Türkiyədə istifadə olunan ödənişli hərbi xidmət növünün Azərbaycanda tətbiqi nə dərəcədə realdır? Ümumiyyətlə, bununla bağlı yüksək səviyyədə hər hansısa bir müzakirələr gedirmi? Ödənişli müddətli hərbi xidmət məsələsi Azərbaycanda bir çox mütəxəssislər və hətta parlament üzvləri tərəfindən səsləndirilib. Belə bir təkliflər var. Amma indiki vəziyyətdə bilirsiniz ki, həm ətrafımızda müharibələr davam edir, həm şimalda, həm cənubda. Təhdidlər tam aradan qaldırılmayıb. Azərbaycan ordusunun say tərkibinin azaldılması barədə də qərar yoxdur. Əksinə, Azərbaycan Silahlı Qüvvələrinin tərkibini tam yeni bir formaya, yəni Türk ordu modelinə keçirdiyi bir vaxtda Silahlı Qüvvələrimizin say tərkibi də genişləndirilir. Belə olan bir halda alternativ xidmətin və ya ödənişli xidmətin tətbiqi nə dövlət səviyyəsində, nə aidiyyəti qurumlar, nə də güc strukturları tərəfindən müzakirə olunmur. Hətta parlamentin müvafiq komissiyası da belə bir təklif almayıb strukturlardan, yəni heç bir səviyyədə belə bir müzakirə getmir. Bəzən vətəndaşlar qarışıq salırlar, alternativ xidmət ilə ödənişli xidmət arasında fərq var. Alternativ xidmət odur ki, insanlar müəyyən səbəblərə görə silahla xidmət edə bilmir və yaxud onun dini inancları buna yol vermədiyi halda alternativ xidmətə cəlb olunurlar. Belə bir qərar biz Avropa Şurasına üzv qəbul olanda konstitusiya dəyişikliyində öz əksini tapıb. Amma bunun mexanizmi müzakirə olunmuyor. Bu mexanizmi barədə parlament qərar qəbul etməyib. Bu qərar qəbul ediləndən sonra hələ Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən bu müzakirə olunmuyor.